Salam, sabahınız xeyir olsun. 24 yanvar 2026-cı il həftənin şənbə 6-cı günüdür. Şaban ayının 5-ci günü, Şaban ayının ilk həftəsinin ilk şənbə 6-cı günüdür. İstirahət günlərindən biridir. Hər birimizə xoş istirahət etməyi arzulayıram. Lakin elə insanlar var ki, istirahət etmir. Bugün də işləyirlər, istər evdə, istər çöldə. Hər birinə işə vaxtı, bol ruzi, bərəkət arzulayıram. Bununla yanaşı demək, məktəbə hələ də gedənlər var. Yəni, şənbə günü də elə şagirdlər var ki, məktəblərə gedirlər, elələr var, hazırlığa gedirlər. Həm məktəbə gedən, orta məktəb şagirdləri, orta ixtisasla yanaşı, ali məktəb şagirdləri, demək, tələbələrinə də, deməli, bugün də hədəflərinə çatmağı, zehin açıqlığı, yol açıqlığı arzulayıram. Yolları açıq, zehinləri açıq, uğurla hədəflərinə gedib çata bilsinlər. Keçdikləri, aldıqları o təhsildən, təhsil yollarından. Amin inşallah. Bununla yanaşı 24 yanvarda kimlərin rəhmətə gedəni var, hamısına Allahdan rəhmət diləyirəm. Və 24 yanvarda kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. 24 yanvar günündə kimlərin ad günü, şad günü, xoş günüdür, onların hər birinə bu günün düşərli olmasını və bu gün münasibəti ilə onları təbrik edirəm. Və 24 yanvar 1909-cu ildə Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna d'Arc'ı müqəddəs elan etdiyi gündür. 24 yanvar 1924-cü ildə Petrogradın adı dəyişdirilərək Leningrad adlandırıldığı gündür. 24 yanvar 1940-cı ildə Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun Vaqif dramının ilk tamaşası olduğu gündür. 24 yanvar 1978-ci ildə SSR-nin nüvə raketi olan, demək, reaktorlu raket, kosmik raket, deməli, Kosmos 954 okeana düşüb və bu da tarixdə ilk okeana düşən, deməli, mühərrikli raket olmuşdur. Və digəri isə, deməli, 24 yanvar günündə 1984-cü ildə Apple şirkəti dırnaqarası olaraq Siçanla işləyən ilk kompüteri bazara çıxardığı gündür. 24 yanvar 1992-ci ildə Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq istədiyini bildirmişdi. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib. 24 yanvar 1994-cü ildə Türkiyənin ilk rabitə peyki olan Türksat 1 orbitə çıxarıldıqdan 12 dəqiqə sonra Atlantik okeana düşdüyü gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.